Savdo o'zinde oldu tuttu yine. 3 yerde savdo olup yattı. Sıfatlı maşınlar gerek olsa Bağat Avtolidi salonuna geleverəsiz. Mənzil Bağat Tumanqayının operası. Hər xil türdə avtomobillər var. Nağd pul, avtokredit, barter xidmətləri var. Assalamu alaykum hurmatli podpisçiler. Bugün 9 dekabr 2025 yıl növbətdəyiz savdamız. 2020 yılda işləb çıxarılan mexanik korobka 2-ci pozisiya Cobalt avtomobilimiz oldu. Maşinimizi özümüzü Bağat kommunadan gələn Nadirbek ağamıza satdıq. İnağa kilitləri. Yaxşı günlər toylarımının izikətdə versin. Maşinimizin narxı 127 milyon oldu. Nağd pula satdıq. Ağa neçik maşin köngüldəydi mi? Ustarak gelip teşkirtirdiniz. Sağa teşkirtirdik. Yapıyor kameri zor. Maşın yaktı mı? Maşın yaktı. Tavsiye kılasın şunda? Gelip maşın alacak olsanız alıp şöyle gelip alavengle. Hemesi yaxşı. Köngüldəydi içinde xala qalasa. Köngüldəydi hava. Yine satqan maşınınızı bir qatar danışdıramiz yurttaşlar. Maşınınız 2020 yılda işləb çıxarılğan idi. Kraskalar 100% tazadır. 4 tane yumuşak balon tazasından koyulğan idi. Metan gazlı ustanovka qılınğan idi. Maşinimizdə linoleum poliklər var idi. Salon xalatları ximkisiyadan çıxıb akuratni olub duruydu. Maşinimizin klapları açılmayan idi. Kuzu palatlarından etibar etəsilə geçəndə 42 inç EBD effekti yok idi. 57 bin kilometr yürüyen maşinimiz. Şimdi esas senedeki Cobalt'ımızın bahası 127 milyon oldu. Kime şimdi ispat ve arıza maşınlar gerek olsa Bağat Tumanqayının operasında Bağat Avtolidi salonuna kiloverəsilə haxlasanızda bize de başka türlü avtomobiller var. Bize de nağd pul, avtokredit, barter xidmətləri var. Kiloverəsilə həmmə insanınızda kesip qalamız.